Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə Masazır qəsəbəsində Qurtuluş 93-ün tam girişində. Baxın, bu gördüyünüz Ağlaylı binada 8 mərtəbəli, tam yaşayışlı, Qurtuluşun ən elit binasında yerləşən bir əla təmirli və bir təmirsiz mənzili sizlərə təqdim edəcəm. Videomuzu izləmədə olun, çox gözəl bir mənzillərdir, qiymətləri çox münasibdir və satışda az qalacaq. Qurtuluş 93-ün tam girişində, Mərkəzi Prospekt yolunun tam kənarında yerləşən bu gözəl binada mənzil satılır. Hörmətli izləyicilərimiz, sizlərə videonun əvvəlində qeyd etdiyim, baxın, binanın daxilindəyik. Mənzilimiz 90 kvadrat metr sahəyə malik olan Qurtuluş 93 yaşayış kompleksinin ən yaxşı və birinci binasında Ağlaylı binada yerləşir. Bura mənzilimizin belə bir geniş qonaq otağıdır. Çox gözəl bir proyekti var, çox gözəl təmir olunmuş, mükəmməl bir mənzildir. Deməli, mənzildə görülən bütün təmirə aid işlər hamısı bahalı materiallardan istifadə olunub. Şəxsi təmirli evdir, təmir yenicə yekunlaşıb, sadəcə olaraq satılma qərarına gəlib ev sahibi, bütövlükdə ev istif oldu. Gəlin sizlərə mənzilin ümumi proyektini giriş hissədən izah edeyim. Baxın, bu hissədən sizlərə göstərim mənzilin ümumi, baxın, görünüşünü giriş hissədən sizlərə göstərim ki, çöl qapısına kimi, gördüyünüz kimi bahalı seyf qapıdır. Burada görülən bütün işlər başlanğıcından sonuna kimi yüksək keyfiyyətli materiallardan istifadə olunur. Geniş koridoru var, kollektor sistemi baxın burada yığılıb, damafon sisteminə kimi var, hamısı bahalı, yəni yaxşı damafon sistemindən istifadə olunub. Bu hissədə yerləşir evimizin belə bir gözəl, geniş bir yataq otağı. Açıq tonlu təmir materiallarından istifadə olunub. Yəni, bu emulsiya deyil, qeyd edim, aboydur, döşəməsi laminatdır. 90 kvadrat metr sahəsi var, 3 otağa düzəlmə bir mənzildir. Mətbəx üçün nəzərdə tutulmuş yer baxın buradadır. Mətbəx ilə zal bir yerdə studiya şəklindədir. İstəsəz sonradan ara kəsmə ilə bölmək də mümkündür. Və kondisioner xətləri yeraltıdır. Baxın, yeraltı kondisioner xətləri gəlir. Burada görülən bütün işlər hamısı yüksək səviyyədə görülmüş işlərdir və baxın, belə bir gözəl Mərkəzi Prospekt yola panoraması var. Eyni zamanda digər balkondan da biz Duz gölünü görə bilərik. Dəyərli izləyicilərimiz, kupçalı mənzildir. Qiymət 142 min manatdır. Qiymətində endirim olacaq. Koridor kifayət qədər genişdir. Koridorun genişliyinə baxın. Qurtuluşda ən yaxşı binalardandır. Bina, deməli, 8 mərtəbəli tam yaşayışlı lifli binanın 7-ci mərtəbəsidir. Bu hissədə yerləşir sanuzel. Baxın, belə bir sanuzel və aksesuarların hamısı yaxşı keyfiyyətli aksesuarlardan istifadə olunub. Duş kabini üçün, baxın, burada yerdə saxlanılıb. Hörmətli izləyicilərimiz, gəlin sizlərə evimizin sonuncu otağını təqdim edin. Burası evimizin sonuncu yataq otağıdır. Bu yataq otağından isə eyvan sahəsinə keçməyə mümkündür. Ariston da bahalı Aristondur. Burası isə Mərkəzi yol, Yeni Saray, Şallı Sarayı və Duz gölü. Əlavə nə sualınız olsa zəng vurub maraqlana bilərsiniz. Sağ olun, salamat qalın.